Deməli, məcburiyyətimizin bitməyinə 10 gün var. Bugün də yenə sıradan günlərdən biridir. Deməli, qızım nənəsinin məşhur xiyar turşusundan gətirib yeməyə. Bəh. Nəş olsun. Bizim uşaqların menüsunda yenə kartoşka qızartması var. Ən sevdikləri yeməkdir. Deməli, qaynanam burada çörəkləri kündələyib. Çörəkləri yox, xəmiri kündələyib. Çörək bişirir, amma işıqlar bizdə günorta çox zəif olur, həddindən artıq. Bura qaynanam gilin aşağıdakı evləridir. Bura 2 otaq, 1 otaq burada, biri burada. Bu isə şüşəbətdir. Burada bir dənə balaca otaq kimi bir şey var. Bir soyuducu var. Bir də qaynanamın belə bir dolabı mı deyim, şkafı mı deyim. Dünən deməli kənddən 2 ədəd belə bir təndir çörəyi almışdıq. Həmin təndir çörəyindən var. Prosto indi yenə də evdə çörəyə ehtiyac olur. Deməli qaynanam qəşəngcə çörəyi listə yayıb, qoyur bişirməyə. İtimadın tabasıdır qaynanamda. Sadəcə bugün, ümumiyyətlə bugün yox, bütün günlər günorta vaxtı bizdə işıqlar həddindən artıq zəif olur. Pastellləri falan yumuşuq. Bu görüntüsü nə etsən dəyər. Evlərin pəncərələrini açmağı unutmuşam. Aşağının 2 pəncərəsi açıqdır. Yuxarının pəncərələri açıq deyil. Çıxaq onu, açaq düşək həyətə. Bu arada Sevgi Toşda qoltuğunda qarpız əvəzi gəzir. Buradan çıxırıq belə. Bu arada hamam tualetin də biz qapısını açıq qoyuruq. Bura işləməsə də açıq qoyuruq. Bir keçək. Pəncərələri açaq. Deməli, buradan ikinci pəncərəni açaq. Bizim evimizin buradan olan görüntüsü superdir. Dağları açılır. Amma pəncərədə şey olmadığı üçün, setka olmadığı üçün bunu pərdəni belə çəkirik ki, ağacı qanaddır, milçəkdir, daxil olmasın. İndi keçək bu otağında pəncərəsini açaq. Buranı da açırıq belə qəşəngcə. Buranın da görüntüsü pis deyil. Arxadan qonşunun həyətinə baxır. Oralara baxın qızlar. Sevgi! Sevgi də əməkləyib otaqların dadını çıxarır. Deməli qızlar, mebelimin içinə 2 dənə qaynanamın qablarından qoymuşam. Biri bu qabdır. Biri bu qabdır. 2 yox, 3 dənə. Bax, bu qaynanamın cehizidir. Bu qabı da yenə qaynanamın cehizindəndir. Götürmüşəm özümə. Bu kompot qablar da yenə qaynanamın cehizindən qalıb. Yəni dedim ki, bunları mən istəyirəm. Sağ olsun, xətrimə dəymədi və mənə hədiyyə etdi. Belə. Bu mənim ağ qərar özü qablarımdır. Gedək, Sevgi, gedək həyətə. Oy! Sevgi Toşda götürürük qucağımıza. Baxaq, görək. Bu pəncərələr açıq mı? Demək, kuxunların pəncərəsi açıqdırsa, ev yetərə qədər havalanlar düşək həyətə. Düşək həyətə, qızlar. İndi gedək baseni tərəfə. Basenimiz xarabdır. Qaynatamla yoldaşım onu düzəldir. Bizdə burada saatla verirlər suyu. Saatla suyu verdikləri üçün basenimiz axıdır, o remont edirlər. İşte qızlar. Yəni nəyi də var, günəş var, harca saat 2, yarısıdır. Baxaq, kocamla qaynatam işini bitirib mi? Bu almalardan çoxlu yığılıb pərcəm Sumqayıtda. Ustalar iş kurtardı mı? Yoksa öyle var mı? Kurtardınız mı işi? Ata bu demir nedir ya? Bu demir ne düştü mü? Demirleri mi? O demirler almış ya uzaktan. Ayak odunlar dönmüştü. Ha, yerine mi koyasın ha? Gösterlendi. Bunları gösteriyor. Basenimi de geçen düzelttiler. 2 kat mı vurdunuz? Kleyden. Bu bizim basenimizdir. Akıdırdı. İçine siment vurdular dibine. Buralarına da kley vurdular ki akıtmasın. Zəlzəldə buna çat düşüb. Zəlzələ vaxtı. Ondan sonra istifadə olunub ama axır vaxtlar akıdırdı. Ona göre əməlli başda usta işləyə bilərsiniz ata. İçinci geçen oldu. Kleyin ağır iyi var öyle değil mi? İyi var ama. Şey yok tarzıyla. Baxaq görək fındıqlar nə halda. Biz gedənə kimi fındıq yığıb apara bilərikmi Sumqayıta. Buradan bir dənə çataq üzürük.
Ben kızar bu fındık biraz kızarıp. Aha. Çıxır içindən. Hansı ki çıxmır, onlar xarab olanlardır. Yəni onları heç maşınla belə eləyəndə zorla ayrılırlar. Hansı ki fındıq təmizləyən maşınlar olur ha. Onlar zorla ayrılırlar. Deməli, bu da heyvanların peyin anbarıdır. Bu yığırlar vaxtdan bir ot yerlərimiz var. Aparıb ora qaynatam gir səpələyirlər. Bu qaynanam girin pəhləvan alçasıdır. Bu hintləridir. Halbuki toyuğa baxmırlar, amma keçmişdə baxıblar. Onun yanındakı ayaq yoludur. Bu yenə dirimiz. Bu heyvanlar olan yerimiz, tövləmiz. Bu yay tövləsi, bu qış tövləsi. Bu qarğı dalımız. Yavaş yavaş yollanaq evə. Bu dirnikdə, bağ bostanında zınnıq qədər belə əməyim yoxdur qızlar. Amma yeyib içməyə yaxşıyam. Nə olsa ağacda dərib yeyirəm.